salamlayıram və deyirəm, Ana xanım ananın adından deyirəm, xoş gəlmişsiniz. Bugün əli ışığına yığışmışıq biz, əlinin ışığına, onun 50 illik yubileyinə xoş gəlmişsiniz mənim əzizlərim. Bəli, bugün özü itkin olsa da, özü körpə olsa da, ancaq yaşı böyüyən əlimizin 50 yaşı tamam olur. Allah Ana xanım ananın can sağlığı versin, uzun ömür versin ki, səbir dözüm versin ki, onun o gözəl balasından xəbər çıxsın. Mən hər gün dualar edirəm və deyirəm, xəbər çıxsın ki, bu itkinlərimizdən, qoy biz də sizin o sevinçli kədərinizə biz şərik olaq. Allah, bax, bəli, bu günlərə Arzu xanım, biz heç kəs buradakı bir-birimizi tanımırdıq. Ancaq indi hamımız bir-birimizə anıyıq, bacıyıq, doğmuyıq. Bizi bu doğmalaşdıran şəhidlərimizi Allah rəhmət eləsin. Məqamları uca olsun, ruhları şad olsun. Bəli, biz bugün əlinin işığına yığışmışıq, əlinin tədbirinə yığışmışıq. Ancaq ondan əlavə 2 dənə də şəhidimizin burada bizim təqdimatı olacaq. Onları da biz burada yad edəcəyik. Allah Ana xanım ana, sənə səbir dözüm versin, can sağlığı versin, canım mənim. Bax, mən sənə o gündə demişəm, indi də deyirəm, nə barədə ağlama. Çünki sənin arxanda, bax, bu boyda şəhid ordusu var. Ona görə məğrur duyan, mərd duyan, sən elə igid, qəhrəman bir oğlun anasısan. Allah qoysa, bütün itkinlərimizdən xəbər çıxar, əzizlərim. Hamısı analar, bəli, burada bizim Sümüzər anamız, Elmira anamız da var, bizim burada Sevil qızımız da var, hansı ki, Ülviyə qızımız da var, hansı ki, yolda, bəlkə o birlərini mən bilmədiyim də var. Hamısı bütün itkinlərdən xəbər çıxsın tezliklə. Allah sizləri var eləsin. Çox sağ ol qızım. Bu günləri siz mənim sözümü sayıb gəldiniz. Mənlə bərabər burada oldunuz, iştirak elədiniz. Ona görə sizə də, Raziyə xanıma da, Leyla xanıma da, Sahibə xanıma da, Dəniz qızıma da öz minnətdarlığımı bildirirəm ki,